Səvalı rayon məhkəməsi AXCP sədri Əli Kərimli haqqında vəsadətlə onun məhkumluğunu, yəni həbs qətimkan tədbirini 4 ay artırıbdır. Bu nəinki qanunsuz bir qərardır, hətta Azərbaycanda siyasi müxalifətə, siyasi fikrə qarşı yönəlmiş bir qərardır. Əli bəy ifadə verməkdən imtina edibdir və əlbəttə ona aid olmayan bir məsələ ilə bağlı hər hansı bir münasibət bildirmir. Ancaq bununla belə ölkədə məhkəmə sisteminin tamamilə siyasiləşməsi, hakimiyyətin siyasi mühiti tamamilə nəzarətdə saxlamaq cəhdləri bu qərarın verilməsinə gətirib çıxardıbdır və mən hesab edirəm ki, Xalq Cəbhəsi partiyası, onun tərəfdarları və Azərbaycanda demokratiya, azadlıq istəyən hər kəs mübarizəsini davam etdirəcəkdir. Əlbəttə, bizim bundan sonra da Xalq Cəbhəsinin dəyərlərini və Xalq Cəbhəsinin sədrini müdafiəmiz davam edəcək. Sakit Bey, buyurun. Seymur bəy dediyi kimi, bugün Əli bəyin növbəti məhkəmə prosesi keçirir. Çox təəssüflər ki, maksimum həbs qətimkan tədbirini 4 ay müddətdən uzatdılar. Gördüyünüz kimi, bildiyiniz kimi cəbhəçilər bu məhkəmə prosesini izləmək üçün Səbail məhkəmə binasına yaxınlaşmağına qoymadılar. Məhkəmə ərazisi blokadaya alındı. Bir çox cəbhəçi, yüzlərlə cəbhəçi yollardan məhkəməyə yaxınlaşmadan uzaqlaşdırıldı və gördüyünüz kimi bir neçə 10 nəfər cəbhəçi ilə məhkəmənin axırına qədər qalıb məlumatı öyrənə bildik. Çox təəssüflər olsun ki, növbəti məhkəmə adına, ölkə adına belə bir biabırçı qərar qəbul edildi. Çox təəssüf. Emil Bey. Əlbəttə, Əli Kərimlinin bu dəfəki həbsi də turamadı. İlk verilən qərar kimi bu dəfə də heç bir qanuna sığmır. Azərbaycan müxalifət liderinin həbsi bütövlükdə Azərbaycanda siyasi iştirakçılığın müxalifətçiliyin qadağan edilməsi istiqamətində bir addım kimi qiymətləndirilir. Amma bu qətiyyən cəbhəçilərin mübarizəsinə mənfi təsir eləməyəcək. Əli Kərimlinin müdafiəsi bundan sonra da davam edəcək. Təsadüfi deyil ki, bugün beynəlxalq ictimaiyyətdə, beynəlxalq mediada Azərbaycandakı siyasi məhbusların, o cümlədən Əli Kərimlinin azadlığa buraxılması üçün çağırışlar eləyir və biz də o çağırışlarla həmrəyik. Cəbhəçilər də o çağırışlara qoşulur və partiya sədrinin Əli Kərimlinin tezliklə azadlığa çıxmasını tələb edirik.